Salam dostlar, mən bu gün sizə New Yorkda yerləşən Azadlıq heykəli haqqında qısa bir məlumat verəcəm. Videoya başlamadan öncə bu cür videoların davamı üçün videonu bəyənib bizə dəstək ola bilərsiniz. İlk dəfə Fransa heykəltaraşı olan Frederick Auguste sifariş verilən bu heykəl mis və poladdan hazırlanıb. Ancaq heykəl New Yorkda yox, Misirdə qurulması üçün inşa edilib. Həmin dövrdə bu proses reallaşmadığı üçün abidə bir müddət Parisdə ambarda saxlanılıb. Plana görə heykəl Qırmızı dəniz ilə Aralıq dənizinin qovuşduğu yerə qoyulmalı idi. O, fironluq dövründə geyimlərə bürünmüş qadın şəklində idi və əlində Asiyanın işığının Misirdən gəldiyini simvoliz edən bir məşəl tuturdu. Bu hadisədən 20 il sonra 1885-ci ildə Fransa hökuməti ABŞ ilə olan münasibətlərin müsbət göstəricisi olaraq böyük bir heykəl inşa etmək istədiyində yeni heykəltaraşın qapısı döyülür. Hazır vəziyyətdə olan heykəl ambardan çıxarılır. Heykəltaraş Bartholdi və Gustav Eiffel birlikdə çalışaraq bəzi dəyişikliklərlə heykəli yeniləyirlər. Sonra heykəl New York sahilində Libertatasdan gətirilir və burada yenidən qurulur. Azadlıq heykəli və ya dünyanı işıqlandıran Azadlıq abidəsi New York limanından yerləşən Azadlıq adasında uzadılmış nəhəng New York klassik heykəlidir. O 1886-cı ilin 28 oktyabrında Fransa xalq adından ABŞ-a hədiyyə olunub. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. Qadın bir əlində azadlıq mənşəli, digərində isə üzərində ABŞ müstəqillik bəyannaməsi elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı lövhəni tutub. Heykəlin başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dəniz simvolize edir. Onun yüksəkliyi 46 metr, yerdən hündürlüyü isə 93 metrdir. Ziyarətçilər abidənin içərisindən mənşələ qədər 168 pilləli bir nərdivanla çıxa bilirlər. Heykəlin mənşəl tutan sağ əlinin yüksəkliyi 13 metrdir. Mənşəlin ətrafındakı dəhlizdə 15 adam bir yerdə gəzə bilirlər. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl xaricdən gələn qonaqları salamlayan siqnal olaraq dünya şöhrətini əvvəlki dövrlərdə olduğu kimi indi də qoruyub saxlayır. Bu cür videonun davamı üçün videonu bəyənib bizə dəstək ola bilərsiniz.